Bismillah, möhtərəm izləyici. Gəlin ərəb dilində qrammatik təhlil, eraba bir neçə misal baxaq. Taqulu fi darabtuma. Darabtuma cümləsi. Sizin ikiniz vurdunuz. Darabtə sən vurdun. Darabtuma sizin ikiniz vurdunuz. Darab fi'lun madin. Keçmiş zaman fiilidir. Darab məbniyun alə sukun. Sukun üzərində məbnidir. Məbniyun alə sukun. Və tuma fa'il. Darab tuma. Tuma sizin ikiniz fa'ildir. Və burada bitir. Lakin əlavə olaraq belə bir fayda var ki, Şeyx İbn Hüseymin Allah ona rəhmət eləsin, onun kitabından da deyir ki, və ba'duhum yəqul, bəzi alimlər deyirlər ki, bəziləri deyirlər ki, əl-fa'il huvət-tə. Fail burada tuma deyil, tədir. Bəzi alimlərin fikrincə və mə ba'dahu alamətun fəriqə. Ondan sonra tu'dan sonra gələn mə ki var, mim və əlif mə. Bu ayrıcı əlamətdir. Lənnəkə la tufarriqu beynə darabtu li nəfsikə və darabtuma lil musənnə illə bil mimi və əlif. Çünki sən tu'la tuma arasında yalnız bu mə ilə fərq görə bilirsən. Yəni deyirlər ki, mə orada fail deyil, ayrıcı əlamətdir. Ona görə əgər bunu götürsək və desək ki, İzə qulnə, əgər desək ki, innəl mimə vəl əlifə əlamə, mim və əlif əlamətdir, fənəqul ət-tə'u fa'il. Onda darabtumədə tə faildir. Məbniyun alə dammə. Dammə üzərində məbnidir. Fi məhəlli rəfə. Çünki darabtu. Vəl-mim vəl-əlif əlamətu ət-təsniyə. Mim və əlif isə ikilik əlamətidir. Çünki biz darabtu mə deyəndə bilirik ki, iki nəfərə müraciət olunur. Gəlin, növbətli maraqlı bir misala baxaq. Deyir ki, İnnəlləhə qafurun rahim. İnnə ədətü təvkid. Tansibu əl-mübtədə və tərfəu əl-xəbar. İnnəni bildik, ədətü təvkid. Allah'a el-ismul kerim, ismul kerimdir. İsmuha mansub bi inne. Ve alametu nasbihi el-fethatu zahira ala ahirihi. Bilirik ki inne, ismu inne mansub olur ve alametu zahirihi de el-fethatu el-zahiradır. Açıq aşkar görünən fethədir. Gafurun bağışlayandır. Xabar inne. İnnallaha gafurun. Gafurun innənin xəbəridir və xəbəru innə də marfu olur. Xəbəru innə marfu. İnnə və aləmətu nasbihi el-fəthatu el-zahira alə axirihi. Marfu'un bi innə və aləmətu nasbihi deyir. Deyir ki, marfu'un bi innə və aləmətu nasbihi el-fəthatu el-zahiratu alə axirihi. Deməli, burada leysə hunəkə fəthə zahira. Aləmətu rəf'ihi el-dammətu zahiratu alə axirihi olmalıdır. Rahimun rəhimlidir. Xəbərun sənin ikinci xəbərdir. Bu deməli, qafur xəbəru innədir, birincidir. Xəbərun sənin mərfu'un bihə, onunla da mərfu'dur və aləmətu rəf'ihi el-dammətu zahiratu alə axirihi. Burada artıq düzəltdi. El-dammətu zahiratu alə axirihi deyir. Baxmayaraq ki, qafurunda da eynidir. El-fəthatu zahirə yox, el-dammətu zahiratu alə axirihi. Vallahu ələm. Gəlin bir misala da baxaq. Deyir ki, kəənnəl matara lu'lu'un. Kəənnə ədətü təşbih. Yəni, sanki yağış. Oxşatdı yağışı. Deyir ki, ədətü təşbih tansibul mübtədə və tərfəul xəbər. Kəənnə də innə kimi mübtədanı nasb edir və xəbəri raf edir. Çünki kəənnə innənin bacılarından sayılır. Min əxavat innə. Bacılar, qrammatik bacılar nə deməkdir? O deməkdir ki, onun vəsf, onun funksiyalarını daşıyır deyim, yoxsa onun etdiklərini edir. Necə ki, innə də mübtədanı nasb edir.
xəbəri isə raf edir. Kəənnə də eynisini edir deyə deyirlər ki, kəənnə innənin bacısıdır. Yəni qrammatik bacı budur. Əl-matara ismuha mansubun biha, yəni kəənnənin ismidir. Kəənnənin ismidir, ona görə də mansubdur. Əl-matara oldu. Və əl-həmətu nasbihi əl-fəthətu zahiratu alə əxirihi. Və təbii ki, aydındır ki, nasb əlaməti də zahiri görünən fəthədir. Axırındakı fəthə. Əl-matara fəthə. Lu'lu'un xəbəruha marfu'un bihə. Lu'lu sözü onun xəbəridir. Yəni kəənnənin xəbəridir. Ona görə də mərfudur. Marfu'un bihə. Və təbii ki, əlamətu raf'ihi, raf əlaməti də əl-dammətu zahiratu. Açıq-aşkar zahir damməli alə əxirihi. Sonunda olan dammədir onun əlaməti. Vəlhamdülillah.